وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Mühtərəm müsəlmanlar, ən birinci təqvalı mavzuda çağırıram. Və İslam bizdən bəzi şeyləri tələb eləyib. Tələb eləyib ola edək. Və bəzi şeyləri də bizdən tələb eləyib ki, ondan çəkinək. O tələblərdən biri təmizlikdir. Bizə əmr edib ki, təmiz olaq və nəcasətdən uzaq olaq. Və burada təmizlik, İslam çox istiqamətdə təmizlik istəyib bizdən. Bir dənə dastamaz və ya qüsul yox. Və ən birinci də qəlbi təmizlik. Çünki qəlb əsasdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, insan bədənində balaca ət parçası var. Əgər o təmiz olsa, başqa əzalar da təmiz olacaq. Və əgər təmiz olmasa, başqa əzalar da təmiz olmayacaq. Və dedi ki, qəlbdir. Ona görə hər bir müsəlman ən birinci qəlbi təmizləməlidir. Çünki qəlb təmiz olmasa, axirət günü də fayda verməyəcək. Və nə qədər ayələr var, hədislər var, qəlbin təmizliyindən. Allah subhanət hələ məsələn İbrahim əleyhissalam barədə xəbər verir bizə. Və buyurur ki, İccəə rabbahu bi qalbin səlim. Yəni, Rəbbini qarşılayacaq səlim qəlblə, təmiz. Və başqa ayədə Allah Teala buyurur ki, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. O gün, qiyamət günü yəni, nə övlad, nə də mal fayda verəcək, verməyəcək. İllə mən ətəllaha bi qalbin səlim. Bir dənə fayda verəcəyinə, kim ki səlim qəlblə gələcək. Səlim qəlb yəni şirkdən uzaq, bidətlərdən uzaq, xurafatlardan uzaq. Ona görə hər bir müsəlman çalışmalıdır ən birinci qəlbini təmizləyə. Ona görə şəriətimiz də təmizliyi bizdən tələb eləyib. Və hətta təmizlik ibadətlərin qəbul olmağı üçün şərtdir. Elə ibadətlər var ki, təmiz olmaq şərtdir. Və məsələn, Allah subhanətə buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur Səhih Buxaridə, buyurur ki, kimin dastamazı olmasa, onun namazı yoxdur. Yəni, namaz, əgər sən qəbul ola, mütləq dastamaz ola, təmiz olmalısın. Qüsullü olmalısın. Yəni, təmizlik burada şərtdir ki, ibadət qəbul ola. Namaz kimi ibadət. Ona görə Allah Teala buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənu İzə qumtum iləs-salə. Möminlərə müraciət eləyin, namaza qalxdığınız vaxt fəxsülü vücuhakum. Üzlərinizi yuyun. Və eydiyəkum iləl-mərafiq. Və əllərinizi dirsəyicən yuyun. وَامْسَهُ بِرُغُسِكُمْ. Yəni, başınıza mət çəkin. وَاَرْجُلَكُمْ لَلْكَعْبَيْنِ. Və ayaqlarınızı yuyun topuqlaracan. Topuqlar o şişlər. Hər adamda, hər ayağında 2 dənə topuq var. O şişlər. Oracan ayaq yuyulmalıdır. Bu ayağın mənası, bu ayın nazil olanda Peyğəmbər sallallahu aleyhi ve sellem belə tətbiq elədi, göstərdi. Necə? Dastamaz alınır və dastamaz alanda ayaqlarını yuyurdu. Əli ibn Əbi Talib də ayaqlarını yuyurdu, Həsən də, Hüseyin də. Dastamaz alanda. Onlar bu ayəni belə başa düşmüşdülər. Maidə surəsi 6-cı ayə. Ona görə namazı, adi bir dənə namazı səhi olmağı üçün təmizlik şərtdir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, təmizlik imanın yarısı da o dərəcədə. Yəni, şəriət təmizliyə elə yer verib ki, deyib ki, təmizlik imanın yarısıdır. Müslim rivayət edib. Ona görə, qardaşlar, təmizlik nəinki təmizlik
olmalıdır gözəl olmaqla. Təmizlik olmalıdır ruhən. Təmizlik olmalıdır bədənlə. Təmizlik olmalıdır fikirlə. İnsan var, fikirlərində təmiz deyil. Məsələn, mundar fikirlərdə, məsələn, xavaric, hizbiyyə, təkfirçilik. Mundar fikirlərdəndir. Fikirlər də təmiz olmalıdır. Və həmçinin cəmiyyət təmiz olmalıdır. Gərək zinadır, ribadır, orluq, rüşvət və s. Belə şeylər, bunlar mundarçılıqdır. Fahişlik, fahiş işlər, əməllər. Gərək təmiz olur, cəmiyyət onda təmiz olur. Və həmçinin təmizlik sağlamlıqdır. Təmizlik həmçinin sağlamlıqdır. Ona görə əlləri yumaq və s. Gecə su qabların, xörək ağzını örtmək, varsa içində nəsə, hamısı təmizlikdir. Hamısı sağlamlıq nəzərdə tutulub. Yəni, dinimiz bizdən təmiz insan istəyir. Sağlam, pak, sağlam cəmiyyət, bunu istəyir bizdən. Başqa işdən. Həmçinin küçələr gəlir təmiz olan. Müsəlman bir dənə, o demək deyil, bədənini təmiz saxlasın, ətiri gəlsin ondan, yox. Yaşadığı yer də gerək təmiz olan. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, iman 60 və ya 70 mərtəbədən ibarətdir. Ən aşağı mərtəbəsi də insanlara əziyyət verən bir şeyi yolun götürüb kənarına qoymaq. Təmizlik. Küçələrin təmizliyi 14 əsr bundan qabaq müzakirə olunur. Və dindən hesab olunur və imandan hesab olunur. Küçələrin təmizliyi. Ona görə din, təmizlik deyəndə bunlar hamısı nəzərdə tutulur, qardaşlar. Hamısı. Bir daha o demək deyil, namaz qıl, dastamaz al, yerin ancaq çikili. Yaşadığın yer çikili və ya getdiyin küçə çikili və s. İslam tələb edir bizdən bütün hər tərəfli təmizliyi. Və qəlb də nə vaxt təmizlənir, qardaşlar? Qəlb elə yerdir ki, elə özüvdür ki, onu belə yumaq və s. o hələ təmizlənmir. Və nədən təmizləmək lazımdır qəlbi? Qəlbi təmizləmək lazımdır, qardaşlar, şirkdən. Qəlbi təmizləmək lazımdır riyakarlıqdan. Qəlbi təmizləmək lazımdır təkəbbürlükdən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kimin qəlbində zərrəcən təkəbbür varsa cənnətə girməyəcək. Kimin qəlbində. Və s. Paxıllıqdan qəlbi təmizləmək lazımdır. Amma həmçinin dil də təmiz olmalıdır. Əzalar hamısı. Dil necə təmizlənir? Nədən təmizlənməlidir? Yalandan, söyüşdən, lənətdən, pis sözlərdən, qeybətdən, nəmmamlıqdan. Dil onda təmizlənir. Və həmçinin başqa əzalar, qardaşlar. Ona görə bu məsələyə fikir vermək lazımdır. Bu məsələyə fikir vermək lazımdır. Bu dindəndir. Din bir dənə bizdən bir dənə qüsul almaq, dastamaz almaq istəməyib. Din başqa təmizlikləri də nəzərdə tutub. Necə özünüz də çox tərəfləri eşitdiniz. Ona görə təmizlik Allahın sevgisini qazanmaqdır. Allah subhanətlə buyurur ki, İnnəllaha yuhibbut tavvabin və yuhibbul mutatahhirin. Allah tövbə edənləri və təmizkarları sevər. Sevər. Allahın sevgisini qazanmaqdır. Təmiz olmaq. Və həmçinin başqa ayda Allah Teala buyurur ki, Vallahu yuhibbul mutatahhirin. Allah təmizkarları sevər. Hətta dəvətin əvvəlində Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Və thiyabəkə fatahhir. Və thiyabəkə fatahhir. İstədiyi şeylərdən də biri təmizlik oldu Allah Teala'nın. Amma natəmizlik, qardaşlar, natəmizlik həm Allahdan uzaqlaşdırır, həm imanı zəifləmək səbəb olur, həm insanları da uzaqlaşdırır səndən. Natəmiz adamdan insan istəmir münasibət qursun. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem keçirdi qəbristanlıq yanından, dedi ki, 2 dənə qəbir əzab çəkir.
qəbirdə olanlar. Soruşdular ki, ya Rasulullah, nə əməl sahibləri idi? Deyir, biri nəmmamlıq ilə gəzirdi. Biri də ayaq yoluna gedəndə təmizliyə riayət eləmirdi. Fikir verirsən. Ona görə natəmizlik qəbir əzabına səbəbdir. Ona görə qardaşlar, Quran-ı Kərim bizə bunu tövsiyə eləyir. Peyğəmbər sallallahu aleyhi ve sellem belə. Din bizə bunu tövsiyə eləyir, bunu istəyir. Sadəcə qalıb nə tətbiq eləmək. Ona aparan səbəbləri tutmaq və ondan uzaqlaşdıran səbəblərdən uzaq olmaq. Və budur qardaşlar. Allah subhanət hələ bizə işin faydalarından etsin. Allah müsəlmanlara kömək olsun. Əqulu əzə və estəğfirullah li və ləkum və lisəilil muslimin min kulli zəmb əstəğfiruh. İnnehu huvəl ğafurur rahim.